2025 toplusundan belə bir sual nümunəsinə baxaq. Bizə deyir ki, məxrəci 91 olan neçə ixtisar olunan düzgün kəsir var? İlk öncəliklə biz bilməliyik ki, məxrəci 91 olan neçə kəsir var? Məxrəci 91 olan neçə kəsir var? Burada 91-ə qədər elə 91 kəsir var. Bəs bunlardan neçəsi düzgün kəsirdir? 90-ı düzgün kəsirdir. İndi baxaq görək, bunlardan neçəsi ixtisar olunmayan kəsirdir. Bunun üçün 91 ilə qarşılıqlı sayda olan ədədlərin sayını tapmaq lazımdır. Bunundakı düsturu bildik ki, ilk öncəliklə vuruqlara ayırmalıyıq. 10, 3 vur 7 və düsturu yazaq. K bərabərdir 91 vurulsun 1 minus 13-də 1 vurulsun 1 minus 7-də 1. O da bərabərdir yazarıq. 91 vurulsun 13-də 12 vurulsun 7-də 6. Bu da bizə verər 72. Deməli, 91 ilə qarşılıqlı sayda neçə ədəd var imiş? 72 ədəd. Biz dedik ki, məxrəci 91 olan neçə düzgün kəsir var? 90 sayda. Dedik ki, 91-də 91-i çıxmaq şərti ilə 90 sayda düzgün kəsir var. Bəs bunlardan 90 kəsirdən neçəsi 91 ilə qarşılıqlı saydadır? 72-si. O zaman bu 90 kəsirdən 72-ni çıxarıq, yerdə qalır 18. Cavabımız oldu 18.